Salam izləyicilər, bundan öncəki videoda sizə işçi kitab və işçi vərəqi haqqında məlumat vermişdim. Bəzi nüanslar var, onu qeyd etməyi unutdum. Ona görə bu video dərsi çəkmək zərurəti duydum. O da nədir? Excel proqramında yaradılan fayl kitab adlanır və ya işçi kitab və standart halda sistem tərəfindən bu bir ismi verilir və hər bir işçi kitab vərəqlərdən ibarətdir. Biz burada plus düyməsini vuraraq vərəqlər yarada bilərik. Standart açılış zamanı, yəni işçi kitaba daxil olduqda ilkin halda tərkibində say olaraq bir işçi vərəq açılır. Lakin bəzi Excel köhnə versiyalarında, məsələn Microsoft Excel 2010 versiyasında standart açılış zamanı, yəni ilkin halda 3 işçi vərəq əks olunur. Lakin ilkin açılış zamanı əks olunan işçi vərəqlərinin sayını tənzimləmək mümkündür. Məhz bu video dəstə qeyd edəcəyim məsələ budur. Bunun üçün fayl tabına daxil oluruq və burada options adlı, yəni parametre adlı əmrin üzərində məhz sol düyməsini də vururuq və nəticədə Excel Options adlı dialoq pəncərə açılacaq. Burada General, yəni option bölməsində Include this many sheets, yəni bu əmrin qarşısında sayı əl ilə yazıb daxil edə bilərik və ya buradakı üç bucaqlarla bu sayı artırıb və ya azalda bilərik və daha sonra OK düyməsini icra eləsək, məsələn 14 dənə istəyirəm, OK düyməsini vururam və yaddaşa verirəm. Bundan sonra Excel proqramına daxil olduqda, məsələn, Excel proqramında təbii ki, müxtəlif üsullarla daxil olmaq olar. Yəni, bununla bağlı öncəki dərslərdə məlumat vermişəm. Yəni, tapşırıqlar panelinə bərkidilmiş simgəsi varsa və ya axtarış sətində yazıb daxil ola bilərsiniz və ya start menüsündə əks olunursa və ya buraya bərkidilibsə, onun üzərində sol düyməsini də vurursunuz və burada blank workbook, yəni yeni boş işçi kitab seçimi üzərində olan sol düyməsini də vursanız, görəcəksiniz ki, burada həqiqətən standart açılış zamanı vərəqlərin sayı dəyişdi, yəni qeyd etdiyimiz 14 sayında oldu. Lakin burada bir önəmli bir məsələ də var. Əgər siz proqrama daxil olmadan yeni bir işçi kitab yaratmışsınızsa, çünki biz burada ilk öncə Microsoft Excel proqramına daxil olduq, daha sonra işçi kitab yaratdıq, amma digər üsul ilə, yəni biz proqrama daxil olmadan Excel faylı yaratmaq istəyiriksə, mouse'un sağ düyməsini vurub, açılan kontekst menüdə new əmrin alt əmri olan Microsoft Excel Worksheet əmri üzərində mouse'un sol düyməsini bir daha vursaq, biz proqrama daxil olmadan işçi kitab yaratmış olarıq və təbii ki, bunun içərisində daxil olanda, yəni 14 sayında açılmayacaq, yəni yenə bir işçi vərəqli, yəni bu tərkibdə açılacaq işçi kitab və daha sonra siz istəsəniz buradan plus düyməsinə vuraraq başqa vərəqlər yarada bilərsiniz. İstəsəniz təbii ki, silə də bilərsiniz. Amma siz, yenə də deyirəm, proqrama daxil olmuşsunuzsa və bundan sonra işçi kitab yaratsanız, həmin sayı məhz bu üsulla yaratdıqda görəcəksiniz. Və standart açılış zamanı işçi vərəqlərin maksimal sayı da var. Belə ki, bu say 255-dir. Məsələn, 255 yazıram burada və daha sonra bunu artırmaq istəsəm, görürsünüz, bu artmır, amma azala bilir, lakin arta bilmir. Təbii ki, işçi vərəqin də minimum sayı da 1 olmalıdır, çünki birdən aşağı getmir. Təbii ki, zaten yaradıqda bir sayında açılır, yəni ilkin olaraq. Yəni minimum 1-dir, maksimum 255-dir. 255 yazaq, OK düyməsini vuraq və çıxaq və yenidən daxil olaq. Daxil olduqda artıq bu 255 sayında açılacaqdır. Gəlin nəzər salaq. Sürətli formada keçid edirəm və görürsünüz
say 255'dir. Amma bu o demək deyil ki, yəni bir işçi kitabında 255-dən çox işçi vərəq yaratmaq olmaz. Yaratmaq olar. Yəni bu 255 standart açılış zamanı olan vərəqlərin maksimal sayıdır. Yəni bu demək deyil, yəni işçi vərəqlər maksimal sayı 255-dir. Yəni o standart açılışa aiddir. Məsələn, burada plus düyməsini vuraraq görürsüz 256-cı, 257-ci və s. yəni vərəqləri yarada bilərik. Ümumiyyətlə, işçi kitabda yaradılan işçi vərəqlərinin sabit maksimal sayı yoxdur. Bu sayı əsasən kompüterin operativ yaddaşı, yəni RAM və faylın ölçüsü ilə məhdudlaşır. Məsələn, güclü kompüterlərdə minlərlə, yəni əsasən 2000-5000 arası və ya bəzən 5000 vərəqdən artıq işçi vərəq yaratmaq mümkündür. Zəif kompüterlərdə isə yüzlərlə işçi vərəqdən sonra proqram artıq yavaşlaya və ya xəta verə bilər. Təbii ki, burada başqa amillər də var. Əgər hər işçi vərəqdə çox verilən düstur, şəkil və s. varsa, say limiti daha tez dolur. Boş işçi vərəqlər isə əksinə daha az resurs yeyir. Yəni, məsələn, boş vərəqlər yaratsız, yəni daha çox yaratmış olursanız, amma təbii ki, məlumat olanda bu say azalır. Müxtəlif, yəni belə faktorlar təsir edir. Əgər videonu bəyəndinizsə, like etməyi və kanala abunə olmayı unutmayın. Dostlarınızla paylaşın ki, onlar da bizim video dəstəkdən faydalanı bilsinlər. Hələlik sağ olun.